Nə bu qədər alış-veriş cəmi 22 manat 70 qəpik necə olduğunu videonun axırında deyəcəm. İndi isə aldıqlarımı göstərirəm. Baxaq görək sizcə bu aldıqlarım 22 manat 70 qəpiyə dəyirmi, yoxsa yox. Auranın bu dörtlü mətbəx rulonundan salfetka qıtlığını daima çəkirik. Burada ciyərdir. Bir kilok çiyələk, çünki qəşəng desertlər görmüşəm, onları hazırlayacağım. Mandarin, ondan armud, pomidor, banan, xiyar və bir dənə də Məryəm üçün avokado almışam. Sonra qap mıçalkası. Öz saçım üçün kraska. Və saçımın rəngini soruşmamdan qızlar, qara rəngdə kraska qoyuram. Sadəcə olaraq əvvəlki saçım sarı rəngdə idi. Qara rəngdə qoyuram. Bəzi yerləri tutmuşdu, bəzi yerləri tutmamışdı. Və yaxud da ki, lap yaxşı çəkə bilməmişdim. Yəni bu da ola bilər. İndi bir dənə də qara almışam, onu da qoyacağım. Bunu valla yollaşmalıdır. İşte ona lazımdır, deyil mi? Batalaza yerim var, deyir, oranı deyir, süpürüb yığmağa. Çok lazımdır. Gülməni görsənir. Bundan bir dənə. Bundan 2 dənə. Bundan Məryəm Hatunun. Bu şampun endirmə düşmüşdü. Ondan aldıq. Bir dənə də Durunun belə şampunundan. Burada saçaqlı pendir və yoldaşımın içkiləri var. 1, 2, 3, 4, 5, 6 dənədir. Onları göstərmirəm. 2 dənə də belə kofe içkisi içməyə qab. Bu da hamam üçün aldım. Unitazın yanında olur, onu dəyişməyə. Tapçıqa aldım qızlar. Bunu çox sevdim. 5 manat, 4 manat neçəsə qəpiyə aldım. Bunu yadımdadır. 4 manat neçəsə qəpiyə. Burada yazılmayıb qiymət. Çölə bayra giyməyə bizə lazımdır. Sonra çiğ lavaş. Keçirik indi də bu klopumuza. Simçika. Piyuski. Un, mukadan. Çox qəşəng olur mukanın unları. Çox. Alma. 1 kilo. Burada da şokoladlar var. Bunu Məryəmə almışam, xırda verim yesin. Bu mənim ən sevdiyim şokoladdır. Sonra bir dənə də bundan. Bu konfetdən. Bir dənə də belə misliden. Mən həmişə az alıram. Onları qarışdıranda çoxlu konfet olur. Süt. Duz bir dənə də. Duz. Və kola. Elədiyimiz alış-veriş. Cəmi eləyir. Bu heç, məndə 2 dənə çip olmalı deyə. Bu heç. Çünki mən bazarlığı 2 dəfə eləmişəm dalbadal. Biri. O kimi qızlar, elədiyimiz bütün bazarlığın hamısı 130 manat eləyirdi. Hələ bunun yanında 2 dənə uşaq oyuncağı var və bir dənə tort da almışıq. Sonra 1-2 dənə də şeylər var ki, hələ onları göstərmədim mən. 130 manat pul ödəmişik. Cəmi mən 22 manat 70 qəpik pul ödəmişəm bu bazarlığa. Yerdə qalan pulu isə Araz Marketin bonus kartı ilə. Hər zaman alış-veriş eləyəndə mütləq şəkildə bonus kartlarından istifadə edin. Xüsusilə də Araz Marketin dəhşət çox kəşbek verir. Məsəl üçün digər X marketlərdən alış-veriş eləyirsiniz, kəşbeki dəhşət az verirlər, amma Araz Market çox verir kəşbeki və həmin bu kəşbek sayəsində də 130 manatlıq bugün alış-veriş eləmişəm. Cəmi öz cibimdən isə 22 manat 70 qəpik pul ödəmişəm. Axıra qədər baxdığınız üçün təşəkkür edirəm. Öpürəm. Çoxlu like, komment yazmağı unutmayın qızlar. Sevirəm sizi.